Salam dəyərli şagirdlər, mutlaq dəyərdən Qalatadan test izahına davam edirik. Birinci sualda A sıfırdan böyükdür kök altı A kvadrat verir. Deməli, burada məsələmiz nədir? İlk olaraq mən bu kökdən çıxardığımda kvadratla kök gedir və modulda A yazıram. Eyni şəkildə burada da kvadratla kök gedir və modulda A yazıram. A sıfırdan böyükdürsə, modul A müsbət ədəd olduğu üçün moduldan A ədədi olduğu kimi çıxır. Yəni A yazıram. Eyni şəkildə burada da bərabərdir 0, yəni C variantı. 5-ci sual. 5-ci sualda birinci. Bu A çıx 2-nin kvadratıdır. Burada kvadratla kök gedir. A çıx 2 olaraq yazıram, amma yenə modulda. Burada da kvadratla kök gedir. Modulda 2A çıx 4. Və biz burada 2-ni mötərizə xaricinə, yəni moduldan kənara çıxarda bilərik. Bu şəkildə yazıla bilər. Bu da alınacaq bir dənə burada, 2 dənə də burada. Toplasaq 3 dənə modulda A çıx 2. Və sualda A-nın 2-dən böyük bərabər olduğunu dediyi üçün A 2-dən böyük ədəd olanda biz 2-dən böyük bir ədəddən 2 çıxsaq müsbət alınacağı üçün moduldan olduğu kimi çıxır. 3 vur A çıx 2, bu da 3A çıx 6. İkinci sual. İkinci sualda diqqət edin. Kök altı 3-cü dərəcənin A kub. Burada dərəcə tək olduğu üçün kökün heç bir əhəmiyyəti yoxdur. Yəni necə əhəmiyyəti yoxdur? 3-lər gedəcək və bu tək olduğu üçün bizim modulda yazmamıza ehtiyac yoxdur. Kökdən olduğu kimi çıxır, A çıxır. Burada isə kökün dərəcəsi cüt olduğu üçün 4-lər gedir, amma bu modulda yazılır. A çıx modulda B. Burada da A çıx B sıfırdan kiçik ədəd olduğu üçün mənfi ədədin moduldan əksi çıxır. Yəni biz B-nin yerinə mənfi B yazmalıyıq moduldan çıxardığında. Bu da olur A üstəgəl B. Yəni D variantı. 6-cı sual. 6-cı sualda bu ifadədən başlasaq, bu x üstəgəl 1-in kvadratıdır. Əvvəlində də x kvadrat çıx 3x olduğu kimi yazdım. Təbii ki, burada bir kök də var idi. Yəni necə oldu ifadəmiz? X kvadrat çıx 3x. Bu x üstəgəl 1-in kvadratı kökdən modulda x üstəgəl 1 olaraq çıxır. Bu da yenə x 1-dən böyük ədəd olduğu üçün olduğu kimi çıxır. X üstəgəl 1. Bu ifadəni də hesablasaq, mənfi 3x-dən x-i toplayanda mənfi 2x, bu da üstəgəl 1. Yenidən bu ifadə nədir? X çıx 1-in kvadratıdır. Belə yazıram. Kvadratla kök gedir, modulda x çıx 1. X də 1-dən böyük bir ədəd olduğu üçün bu müsbət eləyir, moduldan olduğu kimi çıxır. Yəni A variantı. Üçüncü sual. Üçüncü sualda A B-dən böyükdür. A çıx B-nin kvadratı modulda yazıram. A çıx B üstəgəl. Bu da gedir modulda B çıx A. 4B kvadrat 2B-nin kvadratını bununla modulda 2B olaraq yazıram. A B-dən böyükdürsə, A-dan B çıxanda müsbət olur. B-dən A çıxanda mənfi olur. B sıfırdan kiçik olduğu üçün 2B-də mənfi olur. Bu ədəd müsbət olduğu üçün moduldan olduğu kimi çıxardıram. Bu ədəd mənfi olduğu üçün işarəni dəyişirəm. 2B də mənfi olduğu üçün burada da işarəni dəyişirəm. 2A, burada mənfi 2B, mənfi 2B oldu mənfi 4B. 2A çıx 4B oldu. Cavabımız E variantı. Yedinci sual. Yedinci sualda deməli birinci nədən başlayacağım? Bu ifadəyə fikir verək. Şagirdlər, bu ifadə y üstəgəl 2-də 1-in kvadratıdır. Fikir verin. Y-in kvadratı, 2-də 1-in kvadratı 4-də 1 və mən bunları bir-birinə və 2-yə vursam, düsturda çünki 2AB deyirik. Y vur 2-də 1 vur 2, Y verəcək. Yəni bu Y üstəgəl 2-də 1-in həqiqətən kvadratıdır. Bu ifadə isə x üstəgəl 2-də 1-in kvadratıdır. Və mən bunları kökdən çıxartsam, olacaq birində Y üstəgəl 2-də 1 modulda, digərində modulda x üstəgəl 2-də 1. Baxın, y mənfi 2-də 1-dən böyükdür. Düşünün ki, 100-dür. Bu müsbət olacaq, moduldan olduğu kimi çıxacaq. Burada isə düşünün ki, x mənfi 2-də 1-dən kiçik, məsələn, mənfi 100-dür. Bu mənfi olacaq, moduldan əksi çıxacaq. Mənfi 2-də 1-lər gedir, 2-də 1-lə qalır y çıx x.
Yəni B variantı. Dördüncü sual. Dördüncü sualda bizə deyir ki, modul x mənfi x-dir. Bu nə deməkdir? Modul x mənfi x-dirsə, deməli x özü mənfi ədəddir ki, moduldan mənfi çıxıb. Buna fikir verək. Buradan olsa təkdir, yazıram olduğu kimi. Əsas məsələ budur. Bunu modul x yazıram. Bura gəldik. Bu da olduğu kimi çıxır. İndi modul x onsuz da bizə verib mənfi x-dir. X çıx x üstə gəl x. Bunlar gedir. Qalır x, yəni C variantı. 8-ci sual. Birinci kökünün kvadrat apardım. Modulda x çıx 3. Bu ifadə x çıx 2-nin kvadratıdır. Kvadratla kök gedir. Modulda x çıx 2. Burada dərəcə tək olduğu üçün olduğu kimi, yəni modulsuz x-imizi yazıram. X 3-dən böyükdürsə, 4 olduğunu düşünək, bu müsbətdir. X 3-dən böyükdürsə, bu da müsbətdir. Daha doğrusu 2-3 arasındadır. Mən səhv yazdım. Burada niyə müsbət yazdım ki? 3-dən böyük deyil axı. Baxın. X 3-2 arasındadır. 3-dən kiçikdir, böyük deyil. Mən 4 deyirəm. Burada x 2.5 filan kimi düşün. 3 çıxanda mənfi alınır. Mənfi x üstə gəl 3. Burada x 3-dən böyükdür. X çıx 2. Burada da x. Bunlar gedir, qalır 1 üstə gəl x. Yəni C variantı. İkinci səhifəyə başlayaq. 9-cu sual. Buradan başlayaq. Bu nədir? X üstə gəl 3-ün kvadratıdır. Düzdürmü? Bu kvadratla kök gedəcək, olacaq modulda x üstə gəl 3. Və x mənfi 3-dən kiçikdirsə, mənfi 100 kimi düşünün. Bu mənfi alınır. Olur mənfi x çıx 3. Bunu birbaşa biz burada yazdıq. Davam eləyirəm. Deməli, nə oldu? X kvadrat çıx 7x üstə gəl 19. Biz tapdıq ki, bu ifadədən alınacaq mənfi x çıx 3. Bu da olur x kvadrat çıx 8x 19-dan 3 çıxanda üstə gəl 16. Bu isə x çıx 4-ün kvadratı deməkdir. Kvadratdan da kök gedir, qalır modulda x çıx 4. Biz nə bilirik? X mənfi 3-dən kiçikdir. Məsələn, mənfi 100-dür. Bu mənfi alınacaq demək. Olacaq mənfi x üstə gəl 4. Yəni E variantı. 13-cü sual. Modul 0-dan nə vaxt kiçik olar? Vallahi heç vaxt. Modulu 0-dan kiçik gördüksə birbaşa boş çoxluq deyə bilərik. Deməliyik, daha düz olar. 10-cu sual. Ədədin modulu, ifadənin modulu 4-dən balacadır. Düşünək, bir modul necə 4-dən balaca ola bilər? Ya 0, 1, 2, 3 kimi 4-dən balaca ədədlər və ya mənfi 4-dən böyük ədədlər. Bunu ümumi şəkildə belə yaza bilərik. Mənfi 4 və 4 arasındakı ədədlər. Bunu ikisini də yazıram ortasına x üstə gəl 2. Kiçik bərabər olduğu üçün iki tərəfə də bunu əlavə edirəm. Hər tərəfdən 2 çıxanda mənfi 6, x və 2. 14. Modul x böyükdür 10. Deməli, x böyükdür 10 və ya x kiçikdir mənfi 10. Çünki ondan böyük ədədlərin modulu ondan böyük olur və ya mənfi ondan balaca ədədləri. Məsələn, mənfi 15, mənfi 20, mənfi 37. Bunların modulu ondan böyük olur. Ümumi şəkli budur. Ya ondan böyükdür, ya mənfi ondan balacadır. Yəni, mənfi sonsuzluq 10 və 10 sonsuzluq. Gəldik 11-ə. Eyni qayda. Ədədin modulu 11-dən kiçikdirsə, deməli, o ədəd mənfi 11 və 11 arasındadır. Hər tərəfdən 3 çıxıram. Mənfi 14, 2x, 8. Hər tərəfi 2-yə bölürəm. Mənfi 7, x, 4. Mənfi 7 və 4 arasında C variantı. Diqqət edin, bu variant deyil. Bu çoxluq, kümə çoxluğudur. Yəni, bu o deməkdir, kümə işarəsidir, daha doğrusu kümə mötərizəsidir. Kümə çoxluğu mənasız oldu. Mənfi 7, 4 kümələrin, çoxluqların mötərizəsidir. Yəni, bunun mənası sadəcə mənfi 7 və 4 deməkdir. Bizim tapdığımız cavab mənfi 7-dən 4-ə qədər deməkdir. Yəni, C variantı. 15-ci sual. 15-ci sualda da belə yanaşacağıq suala. Mən yuxarıda boşluq buraxmadım, yazmışam bunu, bəli. 15-ci sualda modul 4-dən böyükdürsə, ya ədəd 4-dən böyükdür, ya da mənfi 4-dən balacadır. Buradan alınır mənfi 11, buradan alınır mənfi 3. Yəni, mənfi 11-dən balaca və ya mənfi 3-dən böyük. İkisi də daxil olduğu üçün D variantı. 12-ci sual. 12-ci sual diqqət edin.
Burada verib modulda bir ifadə kiçik bərabər 0. Bu kiçikdə 0 olsaydı, bayaq dediyim kimi, mutlaq dəyərdən çıxan bir ədəd, moduldan çıxan bir ədəd sıfırdan balaca onsuz da ola bilməz. Onun üçün heç vaxt deməyəcəkdim ki, burada nəsə həll var, həll eləmək lazımdır. Başa deyəcəkdik boş çoxluq. Amma bərabər 0 variantı da var. Bunun tək həlli -x - 6 bərabərdir 0'dır. Buradan -x 6 alınır, x də olur -6, yəni B variantı. Gəldik 16-cı suala. 16-cı sualda modulda 3x üstəgəl 4 böyükdür 11 deyib bizə. Nə edəcəyik burada? Deyəcəm ki 3x üstəgəl 4 böyükdür 11-dən və ya 3x üstəgəl 4 kiçikdir -11-dən. Buradan 3x böyükdür 7, x böyükdür 7 bölü 3 alınır. Buradan 3x kiçikdir -15, x kiçikdir -5 alınır. Yəni -5-dən kiçik və ya 7 bölü 3-dən böyük. Bu da E variantı olur. Cavab. Bu da testin və dərsin son sualı idi. Sağ olun şagirdlər.